Salam əziz ikincilər, bugünkü dərsimiz qələbə xəbəridir. Uşaqlar, qədimdə Yunanistan və İran arasında müharibə gedirdi. Amma Yunanların ağsaqqalları birləşib öz vətənlərini müdafiə etmək üçün müəyyən planlar cızırdılar. Belə ki, birinci ağsaqqal dedi: İran qoşunları Marafon şəhərinə yaxınlaşıb. Marafonla Afina arasında cəmi 42 kilometr məsafə var. Onlar Marafonu alsalar, bir günə paytaxta çata bilərlər. Bu yerdə ikinci ağsaqqal ayağa qalxdı. İranlılar şəhərə girsələr, heç kimə aman verməyəcəklər. Gəlin Afinadakı qadın və uşaqları şəhərdən çıxaraq, onları dağlarda gizlədək. Üçüncü ağsaqqal təklif etdi: Gəlin İranlıları duz çörəklə qarşılayaq, onlara baş əyək. Gəlin İranlıları duz çörəklə qarşılayaq, onlara baş əyək. Onda rəhmə gələrlər, heç kimə toxunmazlar. Mətnimizi yarımçıq saxlayaq, tapşırığa baxaq, uyğunluğu müəyyən edək. Uşaqlar, Yunanistan ölkə adıdır. Afina isə Yunanistanın paytaxtıdır. Marafon isə Yunanistan şəhərlərindən biridir. Miltiad isə sərkərdədir. Növbəti tapşırığımız. Ağsaqqallardan hansının təklifi sizin xoşunuza gəlmədi? Səbəbini izah edin. Yəqin ki, üçüncü ağsaqqalın təklifi sizin də xoşunuza gəlmədi. Çünki o, İranlılara baş əyməyi, onları duz çörəklə qarşılamağı nəzərdə tuturdu. Əlbəttə ki, belə olmazdı. Çünki insan öz doğma yurdunu, vətənini heç kimə satmamalıdır. Ona baş əyməməlidir. Düşmən qarşısında mətin dayanmalıdır. Davam edək. Cümlələri tamamlayaq. Ağsaqqallar məsləhətə yığışdılar. Çünki onlar öz vətənlərini müdafiə etməli idilər. İkinci ağsaqqal qadınları şəhərdən çıxarmağı təklif etdi. Çünki o bilirdi ki, İranlılar şəhərə daxil olsalar, heç kimə aman verməyəcəklər. Körpələri, qadınları belə öldürəcəklər. Üçüncü, Miltiad üçüncü ağsaqqalın sözlərinə hiddətləndi. Çünki o, öz vətənini heç kimə verməyə hazır deyildi. Ümumiyyətlə, o, qəhrəmancasına vətənini müdafiə etməyə hazır idi. Dördüncü, ağsaqqallar Miltiadı alqışladılar. Çünki onun cəsurluğu xoşlarına gəldi. Növbəti tapşırığımız, mətnin sonuncu cümləsindən hansı nəticəni çıxarmaq olar? Yəqin ki, uşaqlar, mətnin məzmunu ilə tanış olsaq, görəcəyik ki, ağsaqqallar Miltiada 3 gün vaxt qoydular. Əgər bu 3 gün içində Marafona daxil olacaq düşmənlərin qarşısını kəsməsən, biz o zaman şəhərin körpələrini, uşaqları, qadınları dağlara aparıb orada gizlədəcəyik. Beləliklə, Miltiad və Yunan qoşunları düşmənlə üz-üzə gəldi. Böyük bir müharibə başladı. Bu zaman Miltiad fikirləşirdi ki, o ilanın başını əzməlidir. Yəni, ordunun başında duran sərkərdəni məhv etməlidir. Və o, öz cəng arabası ilə gəlib həmin sərkərdənin boğazından yapışdı, onu məhv etdi. Belə ki, onun rəngi ağappaq ağardı və tələb etdi ki, sən mütləq əmr verməlisən ki, müharibə dayansın və sənin ordun təslim olsun. Beləliklə, Miltiad artıq qələbəni qazanmışdı. Və sonuncu cümlə, hansı cümlə idi uşaqlar? Hansı cümlədən nəticə çıxarmaq olardı? Fikirləşək. Miltiad ağsaqqallara mütləq qələbə xəbəri çatdırmalı idi. Afinada qadın və uşaqların taleyi döyüşün nəticəsindən asılı idi. Qələbə xəbəri gəlsə də, qadın və uşaqları şəhərdən çıxaracaqdılar. Təbii ki, ikinci cümlə
istədiyimiz cümlədir. Yəni bu cümlə ilə Afinada qadın və uşaqların taleyi döyüşün nəticəsindən asılı idi. Biz bu nəticəni mətnin son cümləsindən çıxartdıq. Növbəti tapşırığımız. Mətndə qırmızı rəngli sayla mavi rəngli saylar arasındakı fərqi izah edin. Aşağıdakı sxemdən gəlin istifadə edək uşaqlar. Birinci 3 ağsaqqal öz fikirlərini bildirirdilər. Daha sonra isə biz birinci, ikinci və üçüncü saylarını görürük. Burada isə bir dil qaydasına müraciət etməli oluruq. Uşaqlar, öncə hissəciyini saya artırılmış şəkildə görürsünüz. Bəzi say bildirən sözlərə öncə hissəciyi artırıldıqda varlığın sıradakı yeri bildirilir. Bu hissəcik ahəng qanuna uyğun olaraq dəyişir. Məsələn, 40-cı, 5-ci, 10-cu, 3-cü və fikir verdiyiniz kimi 40 sözündə I qalın saitdir, ona artırdığımız şəkilçi də qalındır, ıncı. 5-ci sözündə sözün kökündəki sait incədir, E saiti, artırdığımız şəkilçi də incədir, 5-ci. 10-cu sözündə sözün kökündəki sait qalın saitdir, dodaqlanan saitdir və ona görə də artırdığımız şəkilçi də uncu şəkilçisidir, 10-cu. 3-cü sözündə isə Ü saiti incədir, dodaqlanandır və artırdığımız şəkilçi də incə, dodaqlanan saitli şəkilçidir. Bu sözləri rəqəmlə ifadə etmək olar. Bu zaman öncə hissəciyi qısaldılır. Yəni C şəklində, C, C, C şəklində artırılır. Nümunəyə baxaq. 40-cı, 5-ci, 10-cu və 3-cü. Növbəti tapşırığımız. Nöqtələrin yerinə uyğun gələn saylar yazaq. 7 gün, 7 gecə yol getdi. Göyün 7-ci qatına qalxdı. Göydən 3 alma düşdü. Məlik Məmməd 40-cı qapını açdı. Növbəti tapşırığımız. Uşaqlar, mətninizdə söz boğçaları da var idi. Bilirsiniz, üstələmək sözü üstün gəlməkdir. Cəng arabası, döyüş arabası deməkdir. Dirəmək, sıxışdırmaq, yəni son ana qədər. Burada o söz sizə tanış gəlir. Miltiad bıçağı, xəncəri, daha doğrusu İran sərkərdəsinin boğazına dirəmişdi. Bir göz qırpımında isə cəld, tez bir vəziyyətdə həlak olmaq, ölmək deməkdir. Məhv olmaq, təslim olmaq isə döyüşdə bilirsiniz ki, Yunan ordusu təslim olmadı, amma İran ordusu Miltiadın qoçaqlığı sayəsində məğlub oldu, təslim oldu. Rəngi ağarmaq isə qorxmaq deməkdir. Növbəti tapşırığımız. Aşağıdakı cümlələri izah edək. Atılan oxlar az qala günəşin qabağını tuturdu. Yəni, ox sayı o qədər çox idi ki, günəşin işığı belə görünmürdü. Miltiad qərara gəldi ki, ilanın başını əssin, yəni sərkərdəni məhv etsəydi, o zaman qələbə çalacaqlarına ümidi çox idi. Yəni, ilanın başı deyərkən sərkərdəni məhv etmək istəyirdi. Növbəti tapşırığımız doğru və yanlışları seçək. Miltiad Afina ağsaqqallarına verdiyi sözün üstündə durdu. Bəli, bu doğru cavabı idi. Döyüşdə Yunan əsgərlərinin sayı çox idi. Bu isə yanlış cavabdır. Ordular nisbəti Yunan əsgərlərində az idi. Əksinə, İran əsgərləri düşmən tərəf çox idi. Bu yanlış cavabdır burada. Miltiadın cəsurluğu Yunanlara qələbə qazandırdı. Bəli, bu doğru fikirdir. 4-cü, İran sərkərdəsi Miltiada təslim olmadı. Bu isə yanlış fikirdir. İran sərkərdəsi Miltiada təslim oldu və öz ordusunu da təslim etdirdi. Növbəti tapşırığımız. Nəyə görə Afinaya xəbəri gecikdirmək olmazdı? Çünki ağsaqqallar bu xəbər geciksəydi, uşaqları və qadınları dağlarda gizlədəcəkdi. Nə üçün Afina qalasının gözətçiləri Marafon tərəfə intizarla baxırdılar?
Çünki onlar qələbə xəbərini gözləyirdilər və bilirsiniz ki, ən son anda bütün gücünü toplayıb 3 kəlmə ilə qələbə xəbərini döyüşçü belə çatdırmışdı. Biz qələbə çaldıq. Növbəti tapşırığımız uşaqlar. Mətndə Yunan döyüşçüsü qələbə xəbərini paytaxta çatdırmaq üçün 42 kilometr məsafəni dayanmadan qaçır. Təsəvvür edin ki, Qarabağda gedən döyüşlərin birində siz də iştirak etmisiniz. Siz qələbə xəbərini paytaxt Bakıya hansı informasiya vasitələri ilə çatdırardınız? Yəqin ki, müasir informasiya vasitələri ilə, hətta siz bunun şahidi də oldunuz, əsgərlərimiz şəhərlərimizi azad etdikcə Ali Baş Komandana video təqdimatlar vasitəsilə bunu çatdırırdı. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.